Açmışdım. Deməli, nə qədər ki SN cəmi 60-dan kiçik bərabərdir, biz bu əməliyyatı aparacağıq və 60-dan böyük olduqda dayanacaq. Deməli, SN cəmi eləyir 40. SN cəmi 40-dırsa, onda S-in üstünə 4 gələcək, eləyəcək 14. N-dən 2 çıxacaq 28. SN cəmi kiçik bərabərdir 60, S-in üstünə 4 gələcək 18. N-dən də 2 çıxacaq 26. 26, 18 cəmi 30, 44 eləyir, Onda bunun üstünə 4 gələcək 22. Bundan 2 çıxacaq 24. Cəmi eləyir 46, 4 gələcək 26. 2 çıxacaq 22. 48 eləyir, 4 gələcək 30. Bu eləyir 20. 50 elədi. Davam edirik. 34, 18. 34, 18, 44, 52 eləyir. Davam edirik. 38, 2 çıxırıq 16. Deməli, 30, 48, 54 hələ davam edəcək. Deməli, o zaman bunun üstüne 4 gəlirəm. 32. 2 artır da. 4 artırıb 2 azalırsansa 2 artır burada. Bəli. 14. Deməli, bunun cəmi 34, 38, 42 üzr istəyirəm. 42, 14, 56'dır. Davam edirik. 42, 46. 2 çıxdım 12. 58. Davam edirik. Deməli, 4, 60. Dayandıqda burada. 12'dən də 10. Print S cavabı 60. Yox, 60 kiçik 54, bərabər. 64. 54 olmalıdır cavab mənim. 46, 54. Mənim almışıq cavabı. Bəli, 54 eləyir. Mən almışam bunun 42, cavabını. 46 sonra mən 60 niyə oldu? 46, 50 olur. 50, 50. 60, bir də 54. Bir də 2 çıxırsan 8. Olur 54. 50. 50. 675 ədədə daxil edilərsə nəticəni müəyyən edin. Deməli, Hı. Y bərabərdir. Hı hı. 675-i 8-ə bölüb qalığı tapır. Aha. 675 375. 675-i bölür 8-ə 84 düşür. 8-ə vuranda 3 qalır. 3 sıfırdan böyükdürmü? Bir dəqiqə. Bəs Y kiçik bərabərdirmi 3-dən? Bəli. Y 3 olur da. Düzdürmü? Bərabərdir. Onda A-nın üstünə 1 gəlirəm. A-mız olur 1. Y böyük bərabərdirmi 2-dən? B-nin üstünə 1 gəlirəm. B-miz olur 2. Sonra onu 8-ə bölür. Deməli 8-ə böləndə 675 idi. 8-ə böləndə tam hissə düşür 84. Deməli bizim x-imiz olur 84. 84'ü 8'e böləndə qalığımız olur 4. Elə deyil. 4 3-dən kiçik bərabərdir. Yox. Və A ilə B-ni toplayır. Eləyir 1 ilə 2-ni toplayır 3. 20. Təyinatını müəyyən edin. 3 alınmır. Cavabda 6 milyon. 3 alınmır. Bir baxın. Demək 19'da. 20. 20'de bir varyantı. 6 gösteririz. Baxaq görək elə bir də. Ola bilsin səhv getmişik də. Deməli x sıfırdan böyükdürmü? Oldu. Ee, Burada biz y tapdıq 3. Gəl bir də bölək görək elə. 675'i 8'e böləndə 84 düşür. 84'ü də 8'e vuranda 670'i 3 qalır. Y-imiz olur 3. 3 kiçik bərabərdir 3-dən. A-mız olur A plus 1. 1. Bir. Böyük bərabərdir 2-dən. B-miz olur 2. X-imiz da olur 84 oldu da səhv eləmirəmsə. Düzdür? Bəli. 672-ni bir də 8'e bölək. Tam hissəsi
672 yox, 670. Hələ 84 düşür. X-imiz olur 84. 84 böyükdürmü sıfırdan? Hə. Y-imiz olur 84-ü 8-ə böləndə 3. 4. 5, 8, deməli 10 düşür 4. 4. 4 kiçik bərabərdirmi 3-dən? Xeyr. Yox. Etmirik bunu. Amma x-i 8-ə bölürük. X-i 8-ə böləndə tam hissə olur 10. 10. 10 böyükdürmü sıfırdan? Hə. O zaman x-i 8-ə bölürük. Y-imiz olur 10-u 8-ə böləndə qalıq olur 2. Elə 6 eləyəcək. 2 kiçik bərabərdirmi 3-dən? Hə. A-mız olur 2. 2 böyük bərabərdir 2-dən? Hə. B-miz olur deməli 2 idi. Bir üstünə gəlsə də 3. 3. A-mız da olur 10-u 8-ə bölür tam hissə düşür 1. 1 böyükdür sıfırdan? Hə. Y-imiz olur 1-i 8-ə böləndə Y olur 1. Y 1-dir. 1 3-dən kiçik bərabərdirmi? Hə. A-mız Bəli. olur 3. 3. 3 böyük bərabərdirmi 2-dən? Yox. Onda B-nin üstünə 1 gəlmirik. X-i da 8-ə böləndə düşür 0. AB cəmi edir 6. 6. Bəli. Təyinatını müəyyən edin. Deməli, 2 dənə ədəd veririk. Birinci, əgər 2 dənə ədəd verək. Özümüzdən bir ədəd verək, görək nə göstərir. A1 olsun, məsələn, 12. A2 də olsun, neçə olsun müəllimlər? Nə deyirsiniz olsun? Çiftdən birini götürək, 10 götürək. 10 olsun. Necə istəyirsən? Burada bir şey var. Heç uzağa getməyək. Bax, axırda bəli olması üçün D 1-ə bərabər olmalıdır da, düzdür? Aha. 1-ə bərabər olmalıdır. Əgər 1-ə bərabərdirsə, deməli, yəni əbobları 1-ə bərabər olan ədəd, söhbət qarşılıqlı sadə ədədlərdən gedir. Əbobu 1-ə bərabər olan ədədləri qarşılıqlı sadədir. Burada olacaq, daxilatan qarşılıqlı sadə ədəd olub olmadığını yoxlayır. Ədədin əbobunu tapırıq. Əgər 2 ədədin əbobu 12 ilə onun əbobu burada yox olacaq. Niyə? Ona görə yox olacaq ki, 12 ilə onun əbobu 1 deyil axı. 2-dir də. Gəlin yoxlayaq. Yoxlayaq. 1-dən K plus 1-ə qədər. A1 A2-dən kiçikdirmi? A1 A2-dən kiçik deyil. Xeyr. Onda K olsun A2. K olsun 10. K olsun 10. 1-dən 11-ə qədər ədədi bölüb bölənlərin tapır da. Məsəl üçün A1-i böləcəm 1-dən 11-ə qədər deyirsə, 1-dən 10-a qədər götürəcək. Onda i əvvəlcə olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ədədi böləcəm i-yə. Qalıqda 0 etsəm D i-yə bərabər olacaq. Yəni bayaq da demişdik, yuxarıda bir misal var idi. Əgər ədəd nəyəsə bölüb qalıqda 0 qalırsa, tam bölünürsə, onun bölənləridir. Bu da deyir ki, onun bölənləri 1 edərsə, ədədin bölənləri 1 etməsi onun əbub deməkdir. Əbub ən böyük ədədə böləndir axı. Ədədin qarşılığı sadə olub olmadığını yoxlayır. Cavab C variantı. 5-dən 15-ə qədər gedir. Deməli, bu 3-ə bölünməlidir. Ancaq amma 2-yə bölünməməlidir. 5-15 arasında sadəcə olaraq 3-ə 9. bölünənləri. Demək, bir Deməli 9 6, bilinir. 6, 12. 6. 6, sonra 9, 9, 2. 12. 12. 15, o da 12, 20. 6, 15 ait deyil. 12 Demək, yox. Cüt olmamalıdır. 6, 9 da 15. 6, 9. 2'ye bölünməlidir, 2'ye bölünməməlidir. 12 2'ye bölünər axı. Ha. 6-da bölünür axı müəllim. Doğrudan. Orada deyil müəllim. Onda 9'dur da burada cavab. 9'dur. Düz deyirsiniz. Cavab 9'dur. Çünki 6 deyir ki 3'e bölünsün, amma cüt olmaz. 2'ye bölün. Aha, 2'ye 2'ye bölündü. bölünməlidir. Hə. Fərqli oldu. Deməli, burada da söhbət bizdən 9-dan gedir. Əgər desəydi həm 2-yə, həm 3-ə bölünsün, onda burada onlarda 6-ya bölünənləri tapardıq. Vəsə, bir dənə 9 ölüyor. Görürsünüz, belə texniki səhvlər edirəm mən. İmtahanda da olsam belə səhvlər edirəm.
Bilmirəm, yəqin çox yorğunçuluqdandır. Saat məsələn düz 10-dan dərs keçirəm. Saat 10 tamamından. Sonra harasa getdim, qayıtdım yenə. Sizdən sonra abituriyentlər var 7-nin yarısı. 8-də yenə sizsiz, 10-da da yenə fərdi hazırıq. Allah əziyyətimizi itirməsin. İnşallah müəllim. 137 ədədi daxil edilir. 137 ədəd daxil edilirsə, onda n olacaq 7, y-də olacaq 7 10 70, yox, y-i 10-a vuracaq. Y sıfırdır. 0 edir 7. Sıfırdır. 7. Nə də 17 eləyəcək. X-də olacaq 13. N olacaq 3. Y-i 10-a vuracam. 70, 73. Bu tərsinə çevirəcək də. 73. Bu da eləyəcək 1. Ben belə misallarda tərsinə çevirirəm elə avtomatik olaraq. 731-dir burada cavab. Bəli, tərsinə çevirir. Sonra növbəti n olacaq 1. 1-i 10-a vuracaq. 10 üstünə y-i 10-a vuracaq. 730 üstə 1 731 eləyəcək. 731 bu da eləyir 0. Tərsinə çevirir, düz deyir. Deməli, burada 3-dən 20-yə qədər həm 2-yə, həm 3-ə bölünsən. 6-ya bölünənləri tapacaq. 3-dən 20-yə qədər 6-ya bölünənlər deməli hansıdır? 6, 6, 12, 12, 12, bir də 18. 18. Vəssalam. Deməli, 6 olanda S olacaq. Deməli, 0-ın üstünə gələcək 30-u. 5-i 6-ya vuracaq axı. 30-u. Eləyəcək 36. Sonra 12 olanda S bərabərdir. 30-un üstünə gələcək 60-ı. 96. Sonra 18 olanda 96-nın da üstünə gələcək 5 onun 18, 5 onun müəllimə 5 40, 90-ı. Bu da eləyəcək 96, 90 yenicə eləyir. Düz getmədi yaxı elə bilən. Nəsə səhv getdi. 30. Birinci niyə 30 yazdım? Mən 36 yazdım ki. 36, 30. S neçədir? S sıfırdır. 5 kaldı. 0'dır. 5, 6, 5 30. Sonra 30. 12 olanda 30'un üstünə gəlir 60'ı eləyir 90. Sonra 18 olanda 90, 90 ise 90. 180. Cavab 180. Sonra 96 yazmıştı. Ona göre çalıştım. 15 ədəd daxil edilərsə, klaviaturadan F-imiz olur 15. Y F-dən kiçikdirmi? Bəli. Hə. Onda X-imiz olacaq X plus Y. 5. 5. Y-imiz Y də olacaq X plus bərabərdir. Y. Mənfi. 5-dən çıxacam 5-dən 2. çıxacaq 3'ü 2. Y F-dən kiçikdirmi? Hə. Onda olacaq 7. Sonra bu da olacaq 5. Düzdür? 5 Sonra bunların kiçikdir. cəmi 12. Sonra 7. Y F kiçikdir hələ. Sonra cəmi 19. Sonra X-dan F çıxacaq. 12. Y F-dən kiçikdirmi? 12 kiçikdir 15-dən. Hə. 31. Sonra 31-dən 12 çıxanda 19. Kiçikdirmi? Yox. X, Y çap elə. 31, 19 olur. Y variant. İyi var. Deməli, bu ədəd daxil olunur. Bu kod deməli nə edəcək? Q-miz olacaq 2. S-imiz olacaq deməli 2. N-imiz də olacaq 375. Q-miz olacaq 5. S-i 10-a vurub üstünə Q gələcək. 20, 25. 20, 25. Bu da olur 37. Q-miz olacaq 7. Deməli, S-i 10-a vuracaq. 20, 250 üstünə də gələcək Q 257.
Tərsinə çevirir də bu da desən. Yoxsa yox, yox. 257. Bu da olacaq 3. 3 ondan böyüklü yox. Onda 257 olacaq. Əgər n0 olsaydı tərsinə çevirəcəkdi. Bir də gedəcəkdik də. Burada deyir ki, neçə dənə ulduz simvol çap olacaq. 1-dən 6-ya o deməkdir ki, deməli i alacaq 1-i, 2-ni, 3-ü, 4-ü və 5-i. I əvvəlcə olur 1. Print deməli bunu eləyir. Bu 5-dən i çıxır, qalır nə? 5-dən i çıxanda 5-dən 1 çıxanda 4. Orada Boşluq oldu. boşluğu Boşluq. 4-ə vurur, 4 dənə boşluq verir. O heç nə dəyişmir. Sonra e, boşluğu vurur. Deməli, boşluğu yox. Ulduzu vurur 2-yə. 2 dənə ulduz olur. 2 dənə ulduz. Sonra i'miz bizim 2 olanda deməli 2-ni vurur 4. 4 ulduz. Toplayıraq 2 dənə də ulduz var idi də. Olur 6 dənə ulduz. İ'miz 3 olanda deməli 6. 6 ulduz. 6 ulduzumuz da var idi. 12 ulduz. İ'miz 4 olanda deməli 2 4'üm 8. 8 ulduz. 12 dənə ulduzumuz var idi. Toplayır 20 dənə 30 dənə ulduz olacaq da burada. Yoxsa yox. 30 dənə 20 dənə ulduz. İ'miz də 5 olanda 5 2 10. Onu vurur ulduza 10 dənə ulduz. Əvvəlki 20 dənə ulduzla toplayır 30 dənə ulduz olur burada. Bu da bizdən soruşur ki, neçə dənə ulduz olacaq? 30 dənə. Aydındır? Aydın deyilsə bir də izah edeyim. Aydın olmadı müəllimlər? Mən başa düşmədim, nəsə qarışdı. Demək, Burada deyir ki, Python dilində yazılmış proqramın icrasından sonra çap olunacaq ulduz simvollarının sayını müəyyən edin. Foreign range 1-dən 6, deməli 1, 185, 2, 3, 4 və 5 qiymətlərini alır növbə ilə. aha, Əvvəlcə olur 1. 1. Buralığa fikir vermirik. 5-dən 1 çıxacaq, qalacaq 4. Boşluğu 4-ə vuranda 4 dənə boşluq buraxacaq. Yəni ona baxmırıq. Baxaq bu tərəfə. İndi i'ni vurur 2-yə. I 1-də axı. 1-i 2-yə vuranda nə eləyər? 2. 2. 2-ni də vurur ulduza. Ulduz axı dırnaq içindədir. Axı biz də bilirik ki, integer stringə vuranda integerin sayı qədər yan-yana yazır. Yan-yana yazacaq. 2-ni ulduza vuranda, dırnaqda ulduza vuranda 2 dənə ulduz yazar. İ 1 olanda baxın 2 dənə ulduz elədi. 2 dənə ulduz. Sonra növbəti i olur 2. İ 2 dənə olanda nə edir? 2 dənə ulduzla, əvvəlki qiyməti ilə 2 dənə ulduzla toplayır nəyi? İ'ni 2-yə vurur 4 dənə oldu. 4 dənə ulduzu. 4 dənə ulduzu toplayanda edir 6 dənə ulduz. Yan-yana yazır axı. İ'miz 3 olanda 6 dənə ulduzla Böyləcə 6 oldu, 12 yox, oldu. yox. 13 demək 3 hə düz deyirsiniz. 6 ulduz. 12 dənə ulduz oldu yerdə. İ'miz 4 olanda deməli 12 dənə ulduzu var idi. 4 də Ondan gəldi. 8 dənə ulduzu topladı. Axı i'ni 2-yə vur axı. I 4-dür də döşüm 8. Bu bizə verər 20 dənə ulduz. İ'miz 5 olanda bizim 20 dənə ulduzumuz var idi. Onun da üstünə i'nin eşi 10. Onu da ulduzuna 10 dənə də ulduzu əlavə olundu. Və ümumilikdə 20 ulduzdan 10 dənə ulduzun cəmi bizə verir 30 dənə ulduz. Çox Aydın sağ oldu olun. müəllimə? Bəli, bəli. Deyir ki, nəticəni müəyyən edin. Nə qədər ki, n sıfırdan fərqlidir, biz aşağıdakı əməliyyatları səbirlə, təmkinlə, diqqətlə yerinə yetirməliyik. N'imiz bizim deməli 2244-dür.
2244 ədədi təbii ki sıfırdan böyükdür. O zaman biz m-i 10'a vuracaq. Təbii ki m'imiz də sıfırdır. Sıfırı 10'a vuranda heç nə dəyişməyəcək. Yenə də silim bir dəqiqə. Sıfır olaraq qalacaq. Demək, en fərqli Deməli bir m'imiz şey. bərabər olacaq. 0 üstə gəlsin n-i 100'ə böləndə qalıq. N-i 100'ə böləndə qalığımız olur 44. Bu da eləyəcək 44. N Hı hı. bərabərdir. N-i 100'ə vuran böləndə tam üstü olacaq 22. 2244'ü 100'ə böləndə 22 düşür də. 22 sıfırdan fərqlidirmi? Bəli. O zaman m-i 10'a vuracaq. Biz düz etmədik axı. Biz m-i 10'a vurmadıq. M hədə vurduqda Vurduq müəllim, 0 sıfır idi. idi da, İndi birinci, fərqli. birinci. Onda İndi m-i 10'a vuranda eləyəcək 440. N-i 100'ə böləndə qalığı tapacaq. 22 də 100'ə böləndə onun özü düşəcək də. Elə 22. Bizə verəcək 442. N-i də 100'ə böləcək. 22 də 100'ə böləndə 0. Söz cavab olur Müəllim 462. 462 üzr istəyirəm, bəli. Cavab da elə 462 edir. Çünki n sıfırda axı sıfırdan fərqli deyil. Bəli, cavab oldu 462. Birdən 6'ya qədər deməli 1, 2, 3, 4 və 5 qiymətlərini alır. Hər dəfə A ilə A-nı toplayır. A 2'dir. Deməli, i'miz, bu da a'mız. i'miz 2 olanda, i'miz 1 olanda 2 ilə 2'ni toplayır 4. i'miz 2 olanda 4 ilə 4 toplayır 8. i'miz 3 olanda 8 ilə 8 toplayır 16. i'miz 4 olanda eləyər 16 ilə 16 32. i'miz də 5 olanda eləyir 64. Yəni bu 206'nı tapır da. 1'dən n plus 1'ə qədər, yəni 1'dən 25'ə qədər. 1'dən 25'ə qədər n'in yəni 24'ün birdən Cüt. yox, birdən 25'ə qədər 1, 2, 3, 4, 24'ə qədər gedir də 24'ün bölünən ədədləri cəmləyir. Deməli, i'nin alır 1 qiymətində, baxın, i bu da olsun s. i 1 olanda 24 1'ə bölünür axı, tam bölünür. S-in üstünə i gəlir. Sıfırın üstünə gəlir 1'i. Düzdürmü? Eləyir 1. Sonra hansı 2 qiymətində ödəyir. S üstə 1 gəlir eləyir 3. 3. 3 qiymətində ödəyər. 24 3'ə bölünür. Onda eləyər 6. 4 qiymətində ödəyər. 24 4'ə bölünür. Eləyər 4 ilə 6'nın cəmi 10. 5'də ödəməz. 6'da ödəyirmi? Hə, 24 6'ya bölünür. i'nin 6 qiymətində S ilə i'ni toplayır. 10 ilə 16. 7'də ödəməz. 8'də ödəyər. Onda S ilə i'ni 24. 9'da ödəməz. 10'da ödəməz. 11'də ödəməz. 12'də ödəyər. Eləyər 36. Bir də 12'dən sonra harda ödəyər? Bir də ödəyər 24'ün özündə. 13, 14, 15 bunlar ödəmir axı. Bir də 24'də ödəyər. Düzdür? Bu da eləyər 60. Cavab oldu 60. Neynədi? 24 ədədinin özü daxil olmaqla bölənlərini cəmlədi. Əgər burada n olsaydı, onda 24'ün özünü götürməzdik. Axı burada n plus 1 deyil. Deməli 24 plus 1 25 axırıncı 24'də dayanır. Əgər n olsaydı 24 onda 23'də dayanırdı. Aydın oldu? Bəli. Olmadı. Belə qarışdırdıq sadəcə. Mənim gedə bilərik bunu. Yəni normalda 1'dən 24'ə qədər 24'ün Qədər yerinə qoyub bir-bir bölənləri, yoxlayacağıq. 24'ün bölənlərini topladı. Hı hı. 24'ün bölənləri nədir? 1'dir, 2'dir, 3'dür, 4'dür, 6'dır, 8'dir, 12'dir, bir də 24'ün özüdür. Hı hı. Hı. Özdən yazın. Yox müəllim, yox. Onu eləməmişdim, eləyəcəm. Gəldik 31'ə. 3'dən 20'yə qədər i'nin tək qiymətlərinin sayını tapacaq. i'nin tək qiymətləri də olur ki, 3'dən başlayır 19'da qurtarır.
Deməli 3-dən 19-a qədər təklər nə qədərdir? 3-dür. 3, 3, 5, 5, 7, 9, 9, 11, 11, 13, 13. 15, 17 və 19. 9 dənə. Əgər burada S plus I yazsaydı, onları toplayardıq. Bax, burada yazmışdı. S plus 1 dediyinə görə sayır. Başlanğıc qiymət 0 olub. Üzərinə ədəd gələndə o cəmdir. Başlanğıc qiymət 0 olub. Üzərində yalnız 1 gələndə o saydır. Aydındır? Bu saydır. Burada da deyir ki, deməli, nə qədər ki x m-dən kiçikdir, x-i bir vahid artıracam. X-imiz da bizim 5-dir. Deməli, burada nə qədər gedəcək burada? Bir artacaq. 65. 6, 7, 8. Bunun bir qısa yolunu gəlin fikirləşək. Görək hələ bunun bir qısa yolu nə qədərdir? Deməli, burada qısa yolu onda 60-dan 5-dən başlayacaq 60, 59-a qədər də müəllim gedəcək. 59-a qədər. 59-a qədər. X-in üstünə hər dəfə 1 gələcəm. X-in üstünə 1 gələcəmsə, deməli, hansı qiymətində olur? Onu bir-bir hesablamaq vaxtı aparır axı. Deməli, normalda 5 kiçikdir, 6 kiçikdir, 7 kiçikdir. Deməli, 5, 6, 7, 8, 9, 5. Onu da belə eləyək. Deməli, 5 dəfə olanda 9 olur, 1 çıxır. 9 olur. Onda bu 59 olmalıdır da, hə? Yox, mənim cavab elə 60 götürüblər. Tabii 59 olanda 59 kiçikdir 60-da ödəyəcək. Hı -hı. Onda sonra ödəməyəcək. 59 60-dan 59-un da, bəli, 59-un da üstünə 59-u ekstra bir gəlib götürəcək. 60. Al, Gəlib sonuncu elə. 60 eləyəcək. Deməli, onun neçə dövr gedir? Dövrlərin sayını tapırıq da biz. 5-dən 59-a Deməli, qədər. 59-dan 5 çıxıb 54. ə, 60. bax 5 dövrdə nə olur? Bir dənə onu tutaq. 5 dövrdə 9 olur. Deməli, 5 dövrdə 9. 9 olması üçün 5 dövr getdi. 60 olması, demək 9 olması üçün 5 dövr getdisə, 9-dan 5-in çıxdı, üstünə 1 gəldi. 9-dan 5-in çıxan üstünə 1 getdi. Onda 60-dan da 5-in çıxıb 60-da ödəmir. 59-dan 60-dan 5-in çıxanda 55 Həm 59 orada x kiçikdir, m-dir də, 60-dan kiçikdir, şərt ödəyir. şərt ödəyir. Bəli. Bir də getdi 60-da 60. ödəmir də. Bəli, 60 eləyir, sonra 60-dan sonra ödəmir, axı 60 kiçik deyil 60-dan. Hə, indi burada bizdə deyir ki, neçə dəfə eləyibsən də onu. Dövrlərin Hə, sayını onu soruşur da. Və normalda burada nəticəni soruşur, devirlərin sayı deyil müəllim. Elə yox, nəticəni soruşdu. Biz də devirlərin sayı, deməli, x üstünə nəticənin hə, 0 olsaydı vardı. Nəticə, hədə 60, bunu niyə ehtiyacı var ki, hesablamağa? Hədə heç 60 olanda eləməyəcəm də, düzdür? bəli. Mən nəyə Sonuncuda baxım? X burada 1 olsaydı, hə, dövrlərin sayını soruşardı. Burada neyinir? Deməli, 2-yə bölür. Nə qədər ki, e, cütdür. üçün təyin olunub. Deməli, burada 1-dirsə, 2-nin qüvvətində olub olmamağı yox biz burada. Nədən bilirik? Çünki 2-nin qüvvətində olan ədədlərin hamısı 2-yə bölə-bölə getsək, axırda 1 qalar. Məsələn, götürək bir 2-nin qüvvətinə ixtiyar bir ədəd deyim. Məsələn, 16. 16 2-yə 8, 8 2-yə 4, 4 2-yə 2, 2 2-yə 1, axırda 1 qalır. İstənilən 2-nin qüvvətinə yazılması mümkün ədədləri 2-yə bölə-bölə gedin və o 1 alacaq. İndi burada da deyir, əgər 1-dirsə, hə olsun. 2-nin qüvvəti olub olmadığını yoxlayır. Məsələn, tutaq ki, götürdüm 32-ni.
32 2'yə böldüm 16. 16 8, 8 4, 4 2, 2 2'yə böldüm 1. 1 2'yə 1 faiz 2 0 eləmir. Dayanıram. 1'dir mi? Hə, bəli. İndi 2'nin qüvvətində olmayan bir ədəd deyim. Mən özüm 33 deyirəm. 33'ü 2'yə böləndə qalıq 0 etmir də. Yəni cüt rəqəm olsun, amma 2'nin qüvvətində olmasın. Məsələn 34. 34'ü 2'yə böləndə 17. 17 faiz 2 bərabərdirmi sıfıra? Yox, dayandı. N onun 17. 17 n 1'ə bərabər yox, xeyrə getdi. İstənilən 2'nin qüvvətində yazılması mümkün olan 2'nin qüvvəti olan ədədləri 2'yə bölə gedəndə mütləq orada axırda 1 qalacaq. Olur D variantı. Ədədlər nəzərdə tutulmuş Python proqramının nəticəsini dəyişməmək üçün 204 çətinləməzinə hansı ədədi daxil etmək lazımdır? Burada da görürsünüz ki, nə qədər ki n 5-dən böyük bərabərdir, ondan 5 azaldırıq. Məsələn, n-ə qoyuram nə? Məsələn, 22. 22 5-dən böyük bərabərdirmi? Hə, n olur 17. 17 böyük bərabərdirmi? Hə, n olur 12. 12 5-dən böyük bərabərdirmi? Hə, n olur 5 çıxırsan da 7. 7 5-dən böyük bərabərdirmi? Hə, n-dən 5 çıxırsan qalır 2. 2 5-dən böyük bərabər yox, dayandın, 2 çap elədin. Deməli, bu neyinir? Bu ədədi 5-ə bölərək qalığı müəyyən edir də. Normalda 22 faiz 5 də yazsaydım bunu verərdi də. 2 verərdi mənə, düzdür? Başqa bir ədəd qoyaq. Məsələn, 19 qoyuram. 19 qoyanda olacaq neçə? 5 azaldıram da 14. Sonra nə olur? 5 azaltsam 14, 9. 5 azaltsam 4. 4 5-dən böyük bərabər yox. 19 faiz 5 də mənə 4 vermir. 19'u 5'ə qalıb. Deməli, bu əməliyyat mənə n faiz 5'i tapır. Bax, bunun nədir? Analogudur da, yəni alternatividir. Aydın oldu? Olmadı? Müəllimlər deyirsən, tam aydın olmadı. Yəni, ədədin yerinə nəsə qoyuruq. O ədəd 5-dən böyük bərabər olana qədər, yəni 5-dən kiçik olmayana qədər biz onu 5 azaldırıq. O halda aldığımız cavab nəticədir. Bu da deyir ki, bunun yerinə hansı əməliyyat yazsaq elə şey eləyər. Yəni, o da n faiz 5 ilə eyni işi görür. Çünki ixtiyarı n-in əvəzinə ixtiyar bir ədəd qoyun. Məsələn, nə qoyaq n-in yerinə? Nəsə qoyaq. Olsun 33. 33 olanda n nə olar? 5 azaldacam da bunu hər dəfə. 33-dən 5 çıxanda nə qalar? 28. Sonra nə olar? 23. Sonra nə olar? 18. Sonra nə olar? 13. Sonra nə olar? 13-dən 5 çıxanda 8. Sonra nə olar? 3. 3 5-dən böyük bərabərdirmi? Yox. Dayandım və 3 çap elədim. Elə bu boyda yazdığımı 33 faiz 5 yazsaydım da 3 verəcəkdi də mənə. Aydındır? Yəni, bu əməliyyat əslində n faiz 5-dən eyni işi görür. Bax, o deməkdir. Yəni, ədədi 5-ə bölür, qalığı tapır. O da olar C variantı. Bu isə əbobdur. İki fərqli ədəd götürülüb. Onlar bir-birinə bərabər olana qədər böyükdən kiçiyi çıxırıqsa, bu əbobu tapır. Riyaziyyatda əbobu tapmaq üçün iki ədədin əbobunu tapmaq üçün onları sadə qruplara ayrılır və hər ikisində olan ortaq qruplar bir-birinə vurularaq onların hasili əbob olur. Evklid alqoritmi deyilən bir alqoritm var ki, iki ədəd, fərqli ədəd bir-birinə bərabər olunana qədər böyükdən kiçik çıxılır. Və elə ki, onlar bir-birinə bərabər olub dayanır. Bu da onu görür də. Deyir, nə qədər ki, A B-dən fərqlidir, A-dan B böyük, A B-dən böyüksə A-dan B-ni çıx, əks halda B-dən A çıx. Elə ki, bunlar bir-birinə bərabər oldular, o zaman dayan. Bax, bu kod göz yadımızda qalsın, əbobun tapılmasıdır. Və 720 ilə 150-nin əbobu 30 olacaq müəllimlər. Cavab olur 30.
Bir dəqiqəmiz qalıb. Yekunlaşdıraq. Yekunlaşdıraq inşallah. Olsun baktım. 8-də inşallah uyğun olsaz qoşularsınız. Sağ olun.